Yəqin artıq məlumatınız var. Dünən Məzahir Pənahov yenidən 24 ildir olduğu vəzifəyə yenidən seçildi və Yeni Azərbaycan Partiyasının bəlkə də ən təmiz, ən vicdanlı, ən dürüst, ən şərəfli simalarından biri olan Məzahir Pənahov Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədlik çərçivəsində komissiya üzvü seçildi və daha sonra sədr seçildi. Milli Məclisdə bunu təsdiqlədi. Bir tək Erkin Qədirli lehinə səs verməyənlərdən olmuşdu deputatlar arasında. Və gəlin bugün biraz Məzahir Pənahov və Azərbaycandakı seçki sistemi və Azərbaycandakı keçirilən seçkilər haqqında, seçkilərin vəziyyəti, durumu haqqında danışaq. Ümumiyyətlə seçkilər hər bir xalqın həyatında ən önəmli hadisələrdən biri olmalıdır. Bir çox ölkələrdə bu belədir, amma təəssüf ki, Azərbaycanda bu belə deyil və mən nəyə əsasən iddia edirəm ki, o belə deyil? Çünki Azərbaycan xalqının seçkiyə getməməyindən, Azərbaycan xalqının həm də seçkiyə inamının olmamağından və seçki günü öz səs haqlarından istifadə etməməsindən irəli gələn bir iddiamdır bu mənim. Təbii ki, biz burada çox şeylər danışa bilərik ki, Azərbaycan xalqı seçkiyə inanmır. Azərbaycanda seçkilər o qədər iyrəncləşdirilib ki, Azərbaycanda seçkilər o qədər bərbad keçirilir ki, o qədər saxtalaşdırılır ki, artıq xalqın heç bir inamı qalmayıb seçki sisteminə, seçkinin ümumiyyətlə şəffaflıq deyilən artıq bu mümkün deyil. Azərbaycanda seçkilər tamamilə qeyri-şəffaf keçirilir və yaxud da əksinə şəffaf formada saxtalaşdırılır. Yəni göz görə-görə, qulaq eşidə-eşidə gedin, məntəqələrdə olun və sizin gözünüzün qarşısını topa-topa bülötenlər atacaqlar. Və bu göz görə-görə saxtalaşdırmaqdır. Yəni buna tamamilə qeyri-şəffaflıq deyə bilərik, ya da ki, tam şəffaf formada saxtalaşdırmaq deyə bilərik. Amma istənilən halda məncə Azərbaycan xalqına siyasətçilər və mənim kimi həm də siyasi proseslərdə iştirak etmək istəyənlər, gənc siyasətçilər və digər illərin siyasətçiləri, xüsusilə də illərin siyasətçiləri, xalqın daha çox tanıdığı insanlar, onlar xalqa bunu necəsə izah etməlidirlər, xalqı necəsə inandırmalıdırlar ki, siz seçkiyə gəlmədiyiniz təqdirdə seçkilər saxtalaşdırılır. Məzahir Pənahov özü şəxsən kimdir ki? Məzahir Pənahov sadəcə bir obrazdır, bir simadır və o sadəcə bir vəzifədir deyə mən düşünürəm. Yenə təkrar edirəm, mən şəxsləri ittiham etmək niyyətində deyiləm. Bugün orada Məzahir Pənahov yox, başqa birisi seçilsə, çox böyük ehtimalla yenə də köhnə hamam köhnə tas olacaq, necə deyərlər. Çünki ümumiyyətlə dəyişiklik üçün siyasi iradə lazımdır və siyasi iradə də ən yüksək təbəqədən gəlməlidir. Bu ölkəni idarə edən bir qrup şəxsdən və ölkənin birinci adamından. Əgər ölkənin birinci adamının ölkədəki seçki sistemini düzəltmək üçün siyasi iradəsi çatmırsa, orada Məzahir Pənahov olmur, X bir şəxs olsun, Y bir şəxs olsun, filankəs o filankəs müəllim olsun, fərq etməz. Sistem çünki yenə də eyni işləyir. Və Məzahir Pənahovun az qala 80 yaşında yenidən ora təyin olunması da bir başqa həm də gülüncdür. Yəni sizi Məzahir Pənahovdan başqa güya ki, insanınız yoxdur ki, otursun həmin o saxtalaşdırmanı yenə də etsin. O qədər əlinizin altında adamlar var ki, onlar sizin bir sözünüzə heç vaxt iki etməyəcəklər. Amma güvən problemi də var bu iqtidarın. Bəli, ona görə də Məzahir Pənahovla yola davam edirlər. Heç bəlkə də Məzahir Pənahovun özünün marağında deyil o kresloda oturmaq bu yaşında. Və yoxud da marağındadır. Mən sadəcə izah etməyə çalışıram ki, bu işlər kimlərinsə həmin şəxslərin öz əlində deyil. Yəni Məzahir Pənahov istədi, MSK-nın sədri oldu deyə bir şey yoxdur. Təbii ki, faktiki olaraq da zaten Məzahir Pənahovu ora namizəd kimi göstərən Hakim Yeni Azərbaycan Partiyasıdır və Hakim Yeni Azərbaycan Partiyasının sədri də İlham Əliyevdir, hazırki prezidentdir. Təbii ki, birbaşa onun iştirakı ilə, onun təlimatı ilə Məzahir Pənahovun namizədliyi MSK-ya verilir. Bu deməkdir. İstənilən halda, əgər bu belə olmasaydı da, zaten bu iş Məzahir Pənahovun özünün istəyinə, seçiminə çox da bağlı olan bir məsələ deyil. Təbii ki, onun da istəyi var ki, o kresloda qalsın. Çünki Azərbaycanda nümunədə çox bərbad nümunələr var. Nə mənada bərbad nümunələr var? O mənada bərbad nümunələr var ki, bizdə vəzifədən gedən bir şəxsi, keçmiş məmuru
ya əlindən onun sərvətlərini, mallarını, mülklərini alırlar, ya da onu çox geniş bir ictimai formada işlətdirirlər. Onun əleyhinə söyüş kampaniyaları aparılır və s. və ilax. Və mən keçən videolarımda birində demişdim, yeganə bəlkə də məmur, xüsusilə də baş nazir rankında olan bir məmur Əli Əsədov olub ki, o nazir ola-ola, o vəzifədə ola-ola onun haqqında elə hökumət yönlü medialarda birinci olaraq yazılar getməyə başladı. Onun əleyhinə, onun korrupsiya ilə əldə etmiş bəzi mülklərinin siyasi yayıldı. Və bu ilk idi. Və indi siz təsəvvür edin ki, Məzari Pənahov da yəqin ki, çox böyük yəqinlə mən bunu ifadə edirəm ki, düşünür ki, mən vəzifədən gedəndən sonra mənim haqqımda da Allah bilir nələr çıxacaq və bəlkə də bunun qorxusu həm də onun vəzifədə qalmaq arzusuna gətirir, bərabərləşdirir. Və bugün hətta Siyavuş Novruzov dünən Milli Məclisdə çıxışında bildirir ki, indi mən təbii ki, media istinadən bunu ifadə edirəm. Siyavuş Novruzov bildirir ki, Azərbaycanda o qədər mötəbər seçkilər keçirilir ki, o qədər şəffaf seçkilər keçirilir ki, bu bütün dünyaya nümunə olacaq falan filan. Bu, yəni nə deyəsən, ümumiyyətlə Məzahir Pənahov, Siyavuş Novruzov və bu qəbildə olan bəzi adamlar Yeni Azərbaycan Partiyasının üzdə olan top 5 ən vicdanlı, ən şərəfli, ən ləyaqətli insanlardan biridir. Baxın, mən əksinə tərif yağdırıram onların. Bir daha təkrar edirəm, Məzahir Pənahov, Siyavuş Novruzov və bu qəbildə olan bəzi yapçılar Yeni Azərbaycan Partiyasının top 5 ən yaxşı insanlarından, ən şərəfli, ən ləyaqətli, ən dürüst insanlarından biridirlər deyə mən düşünürəm. Bilmirəm, siz nə düşünürsünüz? Amma mən həqiqətən buna inanıram ki, onlar ən yaxşılarıdır. İndi Allah bizi o pislərdən qorusun. Hələ bu yaxşılarıdırsa. Yəni ona görə də Siyavuş Novruzovun elə deməyinə biz çox da diqqət etməyib o məsələ üzərindən keçməliyik. Zaten Azərbaycan xalqı Azərbaycanda seçkilərin necə keçirilməsinin, Azərbaycandakı seçkilərinin hətta necə saxtalaşdırılmasına qədər hamısını çox gözəl bilir. Və Məzahir Pənahov yenidən MSK sədri olması bu deməkdir ki, Azərbaycanda mən düşünürəm ki, artıq növbəti seçkidə də ən azından bu ilk 5 ildəki seçkidə də biz çox da islahatçı addımları ən azından proqnozlaşdıra bilmərik. Və bir daha mən başda qeyd etdim, bu təbii ki, Azərbaycanda dəyişikliyin əsas kökü hakim Azərbaycanı idarə edən bir qrup şəxsdən asılıdır və bunun üçün onların siyasi iradəsi çatmalıdır. Amma əgər kosmetik belə dəyişikliklər getmirsə, ad olaraq belə dəyişikliklər getmirsə, bu deməkdir ki, hələ ki Azərbaycanda nəsə dəyişiklik gözləmək çox da ümidverici deyil. Amma ola bilər, amma təbii ki, seçkilərdən çox şey asılıdır. Xalqın seçkidə kütləvi iştirakından çox şey asılıdır. Əziz seçicilər, siz seçkiyə getməyəndə sizin istifadə etmədiyiniz bülleteni kimlərsə işarələyib qutuya atır. Amma siz gedib öz səs hüququnuzdan istifadə edəcəksinizsə, siz gedib sizə aid olan bülletendən istifadə edəcəksinizsə, orada başqa bülleten qalmayacaq. Onu saxtalaşdırsınlar. Kiminsə əvəzini işarələyib qutuya atsınlar. Və seçki necə saxtalaşdırılır? Hər məntəqədə 1500 nəfər seçici olur. İndi bu maksimum rəqəmdir. 1500 ola bilər ki, 1200 olsun, 1100 olsun. Əgər ən azından 700-800 insan seçkiyə gələcəksə, artıq ölkədə seçkini saxtalaşdırma mümkün olmayacaq. Bu dəqiqdir. Hər məntəqədə minimum 700-800 insan seçkiyə gələcəksə, seçkini saxtalaşdırma mümkün olmayacaq. Hakimiyyətin bundan sonra maksimum atacağı addım seçkinin nəticələrini birdəfəlik ləğv etmə və yeni seçkilər təyin etmək olacaq. Buna da bu iqtidar gedəcəkmi, getməyəcəkmi? Bu artıq böyük sual doğurur. Və seçkiyə getməyən, sizi seçkiyə getməməyə çağıran insanlar, sizi seçkidən soyudan insanlar özləri bilərək və yaxud da bilməyərək bu iqtidarın işinə yarayırlar. Və bu iqtidarın idarə etməsinə bir növ öz töhfələrini vermiş olurlar bu yolla. Ya yanlış yönləndirməklə və yaxud da əvvəlcədən razılaşdırılmış, kimlərlərsə anlaşdırılmış və bəlli bir çizilmiş bir xətlə irəliyib
bir planın bir parçası kimi biz bunu düşünək. Ona görə də xalqın seçkiyə gəlməsi mütləqdir. Azərbaycanda seçkilər bəli, şəffaf keçirilmir, bəli, seçki sistemi çox bərbaddır. Bəli, Məzahir Pənahov yenidən MÇK-nın sədri seçildi. Amma bütün bunlara rəğmən seçkidə iştirak mütləqdir və biz Məzahir Pənahov kimiləri, həm də Məzahir Pənahov kimiləri biz ancaq seçki yolu ilə dəyişə bilərik. Bunun başqa yolu yoxdur.